Azərbaycan Respublikası əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə itkin düşmüş şəxslər üzrə Bakı beynəlxalq dialoqu çərçivəsində itkin düşmüş şəxslər problemin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi mövzusunda beynəlxalq konfransın iştirakçılarının azad edilmiş ərazilərə səfəri başlayıb. 9-11 oktyabr tarixlərini əhatə edən konfrans çərçivəsində bu gün qonaqlar Ağdərə rayonunun Ballıqaya kəndində olublar. Heyət Ağdərə rayonunun Ballıqaya kəndi ərazisində əvvəllər döyüş mövqeyi olmuş yüksəklikdə ondan artıq Azərbaycan hərbiçisinə aid olması ehtimal edilən meyit qalıqlarının aşkarlandığı kütləvi məzarlığa gəlib. Qonaqlar burada minaların zərərsizləşdirilməsi prosesini izləyiblər. Konfrans iştirakçılarına kütləvi məzarlıq və Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal dövründə minalanmış ərazilər barədə ətraflı məlumat verilib. Birinci Qarabağ müharibəsi dövründə bu ərazilər üzrə qızğın döyüşlər gedib. Bu yüksəkliyi əldən ələ keçib dəfələrlə və son döyüşdə 93-cü ilin yanvar ayında şahidlərin ifadəsinə görə burada bir Azərbaycan ordusunun bir bölməsi mühasirəyə salınaraq həlak olublar. Axtarışlar zamanı burada ilkin olaraq 10 və daha artıq insana məxsus insan qalıqları aşkarlanıb. Lakin bu hələ ki ilkin bir vəziyyətdir. Burada işlər davam etdiriləcək. This is second year I'm here to witness this horrific. İkinci dəfədir ki, Azərbaycanda işğaldan azad edilən ərazilərdə belə dəhşətli və ürək yandıran kütləvi məzarlıq görürəm. Keçən dəfə eyni qəbrin içində 30-40 meyit qalıqları olduğunu müşahidə etmişdik. Hissimi, kədərimi ifadə edə bilmirəm. Günahsız insanların öldürülməsi beynəlxalq ictimaiyyətə bu cinayəti törədən ölkələrlə necə davranılmalı olduğunu göstərməlidir. When I saw the shocking scenes. Burada kütləvi məzarlıqların şok edici səhnələrini gördüm. İlk olaraq bu dəhşətli münaqişədə günahsız insanların sarsıdıcı itkisini yaşayan bütün ailələrə və Azərbaycan xalqına başsağlığı vermək istərdim. Bu bizim dünyamızda bir daha təkrarlanmamalıdır. Elgün Gəncimsoy, Fəxri Məmmədov, Layiq Qələndərli, APA TV, Ağdərə.